Hər biriniz salamlayıram kanalımıza və videomuza. Xoş gəlmisiniz. Deməli bu gün nə edirik? Bu gün Azərbaycan TikTok videoları izləyirik. Ən yeni TikTok videolarını seçmişik. 10 dənə TikTok videosu var. Özü də möhtəşəm TikTok videosudur. Yəni İnşallah videonu bəyənərsiniz. Videonu bəyənib kanalımıza abunə olmağı yaddan çıxarmayın. Kanalımıza abunə olsanız sevinərəm. Çünki tez bir zamanda 4000 abunəçi olmaq istəyirəm. Bir dənə video çəkəndə xoşbəxt olan belə kefsizəm. Yəqin ki gözlərimdən bilinir. Neyse de videola paylaşmaya çalışırıq. Siz də dəstək verin, Yorğunçuluğun faydaları ya. İzləmələrimiz çox pis düşüb. Dəstək üçün sadəcə like atırsınız, bir də ki, yəni kanalımızın böyüməsi üçün də abunə olursunuz. Şərt də yazsaz sevinərəm. 38-ci bölümdəyik. Baxaq. Kimin uşaqlığı yadıma gəlir? Yaxşı yıxıldı hələ biraz. Biraz da özü pres ipindən deyə nazik ipindən çeləyib. Yıxılacağını bilirdi məncə qabaqda. Aşağılık. Aşağılık. Belə uşaqlıqdan olmamağı yaxşıdır valla. 11, 512, 513, 514, 515, 516, 517. Bu dayı daş sayır. Dayı getdin. Sayını itirdi ya. Suyun içine getdi promo, yoxsa nə bilim. Bu video nə məna verir ümumiyyətlə. Kül başı ayəli mənim kimi qızı itirdin. Bir yazıb ki əlini gördük bəs qız hanı. Allah Əliyə səbir versin. Yaxşı olacaq. Eşitdik Hacı kəndə qar yağıb, söyündüyümüzdən hamımız yığılıb bura gəlmişik. Elcan sən can şuğa tut, qoy bir yön yıxılmasın. Elcan da belə getdi. Heç nə nəslimiz çoxsun. Qar yağdığına görə peşman olub 100%. Meşəyə yağıb tək qar deyəsən burada. Elcan getdi. Yeni ildə gəldi bu arada. Zər yaraşıb ha. Bu həqiqi mikrofondur yoxsa Skorus nədir o? O həqiqi mikrofon deyə deyəsən. Asil müğənnidir də belə olar da. Həm market var. Həm zər asıb boynundan, həm Şaxta baba, həm müğənni. Qarışıb ailəm bir-birinə. Sevirəm səni, ölənə kim sevəcəm səni, heç də mənə dayandıra bilmir. Dedi ki, Zeynəb dedi, deyəsən dedi. Zeynəb dedi orada. Mən deyir sənə ölənə kimi sevəcəm, heç kim mənə dayandıra bilmə. Bilmə dedi, Z hərfini deyə bilmədi. Ancaq video dayandı. Köhnə videoya oxşayır, köhnə deyərik ki. Oy, nəfəsimi kəsir əsrət. Buranın adı nə gedirdi? İstərlər, soyuq ürəklər nədir? Nə bilim də ofşum, nəysə tərsinə dedim mən deyəsən. Nə qədər adam var o? Böyle video falan da çəkirlər. Kölgə verir. Dəyərli bərbərimiz, sənətçimiz. Ölkəmizin adın ucaltır. Yaxşı bərbərdir məncə. Mahnı özü də axı, mahnı ilə oturub oynayış. Məncə idmansılar belə mahnılara çox qulaq asır. Belə idmansıları şamildir ya. Aha. İdmansı. Bax belə idmansılar yəni. Bax o, necə deyəndə elə. Stola yazığım gəldi. Yazıq demək kimi ancaq bir yerdə video çəkirik. Eydaroğlu İlham, çək qılıncını yenidən, qoy lərziyə gəlsin göy və aləm. Aləmlər lərziyə gəlir sənin. Dayının 2 dənə qızıl dişi var. 2 dənə qızıl dişlə dayı belə yaraşıqlı görünür. Görün bütün dişləri yerində olsa dayı necə görünər. İki surət birləşibdir bir anda, həm zəfər yürüyüşü. Belə videoları gülmək üçün çəkirlər məncə də. Cəmaatı güldürmək üçün çəkirlər. Qəsdən dayı burada ağzını büzüb falan eləyir. Məncə heç gülməli deyil. Nəysə də Allah ömür versin. Yaşlı adamlar çox TikTok çəkir onsuz da daha. Heç axırda yaxşı yerə gedən oxşamır. Məsələn mən buna artıq nə reaksiya verə bilərəm? Uğurlar. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Videolar qısa olur. Bilirəm qısa olmağının səbəbi isə yanvardan partlayış geri dönüş edəcəm. İmkan olsa əgər. Ona da tam söz verə bilmərəm.
Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.